Salam, bugün mən sizə növbəti video dərsimizdə demək papuaslar haqqında və Avstraliyalı aborigenlər haqqında məlumat verəcəyəm. Papuaslar Yeni Qvineya adasının və İndoneziyanın bəzi rayonlarının ən qədim əhalisidir. Papua Yeni Qvineya dövlətinin əsas əhalisidir. Antropoloji tip üzrə Melaneziyalılara yaxındır. Amma onlardan dil üzrə fərqlənirlər. Bütün Papua dilləri öz aralarında yəni qohum deyillər. Papua Yeni Qvineya papuasların ümummilli dili İngilis əsasında Tok Pisindir. Demək, əksəriyyət milli inamlara tərəfdardır, amma indi xristianlıq da yayılmışdır. Bütün kəndlərdə kilsələr vardır. Yəni, yerləşmə əraziləri burada qeyd olunur. Və siyasi vəziyyətlər burada görsənir. 1884-cü ildən 1920-ci ilə qədər papuaslar Almaniyadan yəni asılı vəziyyətdə idilər, yəni Almaniya müstəmləkəsi altında idilər və 1920-ci ildən bu hissə Avstraliya nəzarəti altında idi. Cənub-şərq hissəsi 1884-cü ildən 1888-ci ilə qədər Böyük Britaniyanın protektoratı idi. Və sonra koloniya 1905-ci ildə Avstraliya idarə etməsinin altına verilmişdir. 1949-cu ildə hər iki hissə Avstraliya himayəsinin altına verilmişdir və 1975-ci ildə şərq hissəsi, yəni Papua Yeni Qvineya müstəqil dövlət oldu. Və yerli əhali burada göstərilir, məşğuliyyətləri burada göstərilir. Əsas məşğuliyyət tropik qayışın əl əkinçiliyidir. Yəni, ikinci dərəcədə ovçuluq və başqa məşğuliyyətlər durur. Donuzçuluq böyük əhəmiyyətli yer tutur. Və papuasların yerləşdirilməsi əsas zonası Yeni Qvineya adasıdır, hansının ki, şərq hissəsi sərbəst dövlətdir. Papua Yeni Qvineya, amma qərb İndoneziyanın tərkibinə daxildir. Arada çox 10 illik bölmə üçün güclü hərəkət gedir və Alor, Timor, Halmahera adalarında və Melaneziyada qismən yaşayırlar. Müxtəlif mütəxəssislərin fikrincə papuas xalqları və dilləri 300-dən 800-ə qədər yəni hesablanır. Çünki ayrı dilin və dialektin arasında fərqin qurulması əhəmiyyətli çətinlik təqdim edir. Və bəzi xırda tayfalar 100-dən az insandan ibarətdir. Ən böyük xəlqiliklər burada Chimbu, Enga, Gimbu və s. Yəni burada Kamano, Medilpa və s. Yəni xalqların adları burada qeyd olunur, saylarda qeyd olunur. Və burada biraz ikonik qəbilələr və ənənələr haqqında məlumat verilir. Huli Wigmenlər dağlıq ərazilərdə yaşayır. Asora, palçıq adamları, şərq dağlıqlar və Dani xalqı, Qərbi Yeni Qvineya. Və demək, yerli əhalilərin görüntüsü.
Avstraliya aborigenləri Avstraliyanın yerli əhalisi dil, irq cəhətdən dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində bir çoxu isə ancaq ingilis dilində və ya pidginin müxtəlif variantlarında danışır. Əsasən şimali, şimal-qərbi və şimal-şərqi və mərkəzi Avstraliyada, bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliya aborigeni aktyor və rəqqas David Gilpilil.